Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Daha bir aktual mövzu haqqında danışacağıq. Qadınların evlilikdən kənar bakirəliyinin itirilməsi hansı fəsadlara yol açar mövzusu. Burada sözsüz ki, dini məsələlərdən söhbət getməyəcək. Sosial qınaq, yəni bu kimi şeylər ölkədən ölkəyə, kulturadan kulturaya, cəmiyyətdən cəmiyyətə dəyişir. Yəni bu bizim mövzunun predmeti deyil hal-hazır ki. Real statistikalardan danışacaq ki, hansı ki Amerika Birləşmiş Ştatlarında bu araşdırmalar aparılıbdır. Yəni birincil olaraq qadın nə qədər tez evlilikdən kənar bəkarətini itirərsə, onun cinsi partnyorlarının sayının daha çoxalmasına şərait yaranacaq. Yəni, bakirəliyə görə edə bilmədiyi şeyləri artıq edə biləcək. Və qadın isə kişi kimi deyil. Qadın münasibətdən münasibətə keçdikcə, yəni qadının cinsi partnyorlarının sayı artdıqca o geriyə doğru düşməyə başlayır. Çünki qadın duyğusal bir varlıqdır. Onda hər münasibətdən sonra, ayrılıqdan sonra çöküş baş verir, emosional olaraq çökür. Həm də hər bir kişidən bir xüsusiyyət özündə assimilyasiya edir. Ola bilsin ki, bir narkomanla birlikdədir, ya alkaşla birlikdədir, deyək ki, içki düşkünü və yaxud da deyək ki, bir kriminal adamla birlikdədir. Bu alim də ola bilər, fərqi yoxdur. Psixoloji cəhətdən hər birindən bir xüsusiyyət özünə inteqrə edir, assimilyasiya edir. Və nəticədə daha aqressiv, çıxarcı, insanlara, xüsusilə kişilərə güvənməyən bir xanım modeli ortaya çıxır. İkincisi, bu da az önəmli deyil. Qadın bakirəliyini nə qədər tez itirərsə evlilikdən kənar, onda depressiya diaqnozu daha çox qoyulur və daha çox antidepressant qəbul edir. Və üçüncüsü, qadında evlilikdən kənar bakirəlik nə qədər çox tez itirilərsə, bir o qədər də çox istənməyən hamiləlik meydana gəlir. Abortların sayı çoxalır ki, bu qadınlığa birbaşa olaraq zərərlidir, övlad olma şansını azaltmağa başlayır və bir qayda olaraq bəziləri də hətta ölüm riski də daşıyır və yaxud da uşaq doğduqdan sonra uşaq atasız böyüyür ki, onun da fəsadları məlumdur və ya uşaq tərk edilir küçədə və ya uşaq evinə verilir. Yəni, bu kimi halların şansı artır. Daha sonra, dördüncüsü, cinsi yolla yoluxan xəstəliyə tutulma şansı daha da artır. Yəni, qadın bəkarətini nə qədər evlilikdən kənar erkən itirərsə. Xlamidiyadır, qanoreyadır, siflisdir, ureplazmadır, qazanılmış immun çatışmamazlığı sindromudur. Yəni, bu infeksiyalara yoluxma şansı qat-ba-qat yüksəlir. Və nəhayət beşincisi, uzun müddətli münasibətlər qura bilmə qabiliyyəti olmur. Yəni, kiminlə münasibət qurursa, ondan çox qısa bir müddət çəkir və tez ayrılma olur. Və evləndikdə də boşanmaların sayı artır. Yəni, bunlar, dediyim kimi, qadının nə qədər erkən yaşda evlilikdən kənar bəkarəti tez itirilirsə, başına gələn ehtimal olunan neqativlərdir, fəsadlardır. Diqqətinizə görə minnətdaram. Sağ olun.